Oğlaq bürcü. Oğlaq bürcü həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə oğlaqlar üçün daxili tarazlıq, sabitlik və uzun müddətli planlara fokuslanma dövrüdür. Emosional gücünüz və analitik bacarığınız bir araya gələrək həm şəxsi, həm də peşəkar sahələrdə mühüm qərarlar verməyinizə şərait yaradacaq. 2 iyun düşüncə və introspeksiya. Həftəyə sakit və introspektiv bir atmosferlə başlayırsınız. Günü özünüzlə baş-başa qalmaq, daxili dünyanıza enmək və gələcək planları nəzərdən keçirməklə keçirmək faydalı olacaq. Ətrafınızdakilərin diqqətindən kənarda qalsanız belə, bu sizin üçün mənfi deyil, əksinə sizi gücləndirəcək. İş və pul məsələləri. Həftənin ilk yarısı iş həyatında məhsuldarlıq, planlılıq və təmkinlə seçiləcək. Yeni layihələrə başlamaq üçün tələsməyin, daha çox əvvəlki işləri başa çatdırmaq və struktur yaratmaq uğur gətirəcək. 5 iyun ətrafında rəhbərliklə və ya komanda ilə açıq və təmkinli ünsiyyət vacib olacaq. Gəlir və xərclərlə bağlı məsələlərdə bu həftə ümumi sabitlik müşahidə ediləcək. Lakin 6 iyun tarixində gözlənilməz ödənişlər və ya büdcə ilə bağlı qərarsızlıqlar ortaya çıxa bilər. Mümkün qədər riskli alış-verişlərdən uzaq durmaq və ehtiyatlı davranmaq tövsiyə olunur. Sevgi və münasibətlər. Romantik sahədə bu həftə daha çox daxili bağlılıq və emosional dərinlik ön planda olacaq. Əgər münasibətlərinizdə suallar və ya cavabsız mövzular varsa, 3 və 4 iyun tarixləri bu barədə açıq danışmaq üçün əlverişlidir. Yalnız olan oğlaqlar üçün isə həftənin sonuna doğru 7-8 iyun yeni, lakin dərin mənalı tanışlıqlar gündəmə gələ bilər. Lakin hər şeyin zamanla formalaşmasına icazə verin. Sağlamlıq və rifah. Zehni və fiziki balans bu həftə sizin üçün əsas mövzudur. Uzun müddətli stres sizi yorsa da, təbiətdə vaxt keçirmək, meditasiyaya yönəlmək və yuxu rejiminizə diqqət yetirmək müsbət təsir göstərəcək. 8 iyun günü xüsusilə enerji toplamaq və özünüzə qayğı göstərmək üçün idealdır. Ümumi tövsiyə. Bu həftə tələsməyin. Dərin düşünmək, mövcud vəziyyəti qiymətləndirmək və sabitliyi qorumaq sizin üçün uğurun açarı olacaq. Hisslərinizi bastırmaq əvəzinə onları anlayaraq yönəltmək sizə yeni bir emosional güc qazandıracaq. Dolça bürcü. Dolça bürcü həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə dolçalar üçün yenilənmə, dəyişiklik və sosial əlaqələrin dərinləşməsi ilə seçiləcək. Beyniniz ideyalarla doludur və ətrafınızdakı hadisələrə fərqli bucaqdan baxmaq bacarığınız sizə həm şəxsi, həm də iş həyatında üstünlük qazandıra bilər. Həftə boyunca yaradıcı enerjiniz yüksələcək və bu sizə motivasiya verəcək. 2 iyun yeni baxış bucaqları. Həftəyə dərin düşüncə və fərqli yanaşmalarla başlayırsınız. Köhnə fikirləri yenidən nəzərdən keçirmək və həyatınızdakı bəzi vərdişləri dəyişmək istəyə bilərsiniz. Bugün intellektual fəaliyyətlərə fokuslanmaq və ya yeni biliklər əldə etmək üçün əlverişlidir. İş və maddi vəziyyət. İş sahəsində bu həftə dolçalar üçün yenilik və əməkdaşlıq vacib rol oynayacaq. 3 və 5 iyun tarixlərində komanda işi və ya kollektiv layihələrdə uğurlar əldə etmək mümkündür. Yaradıcı fikirləriniz ətrafınızdakilərin diqqətini çəkə bilər, ancaq onları düzgün təqdim etmək və əsaslandırmaq önəmlidir. Gəlir və xərclər baxımından sabit bir həftədir. Lakin 6 iyun tarixində qeyri-müəyyən təkliflər və ya planlaşdırılmamış alışlar gündəmə gələ bilər. Büdcənizə nəzarəti əldən verməmək və qısa müddətli fürsətlərin cazibəsinə düşməmək tövsiyə olunur. Sevgi və münasibətlər. Sosial enerjiniz yüksək olacaq və bu, həm dostluqlar, həm də romantik əlaqələrdə özünü göstərəcək. 4 və 7 iyun tarixləri yaxın insanlarla səmimi söhbətlər və ya yeni tanışlıqlar üçün əlverişlidir. Əgər münasibətlərinizdə durğunluq hiss edirsinizsə, bu həftə kiçik jestlərlə münasibətləri canlandırmaq mümkündür. Subay dolçalar üçün həftənin son günlərində, xüsusilə 8 iyunda gözlənilməz və maraqlı qarşılaşma ehtimalı var. Bu əlaqələr sürətli başlasa da, emosional dərinliyi zamanla qazana bilər. Sağlamlıq və rifah. Həftə ərzində enerjiniz dalğavari ola bilər. Bir gün yüksək, ertəsi gün aşağı. Ona görə də gündəlik rejiminizə balanslı yanaşın. Fiziki aktivlik və zehni rahatlama metodları, meditasiya, nəfəs məşqləri sizə yaxşı təsir edəcək.
Xüsusilə 6 və 8 iyun tarixlərində bədənin verdiyi siqnallara diqqətlə yanaşın. Ümumi tövsiyə. Bu həftə dəyişikliklərə açıq olun, amma eyni zamanda diqqətli davranın. Qərarlarınızı yalnız həyəcanla deyil, düşünərək verin. İnsanlarla quracağınız səmimi əlaqələr və yeni ideyaların paylaşılması sizə həm daxili rahatlıq, həm də irəliləyiş gətirə bilər. Balıq bürcü. Balıq bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə balıqlar üçün emosional dərinlik, ruhsal aydınlanma və yaradıcı enerjinin yüksəlişi ilə yadda qalacaq. Hissləriniz güclənir və intuisiya ilə qərar vermək ehtiyacınız artır. Həftə boyunca həm şəxsi inkişaf, həm də insanlarla münasibətləri yenidən dəyərləndirmək üçün fürsətlər yaratılacaq. 2 iyun, özünüzə qayıdış. Həftənin ilk günü sizi sakitlik və özünüzlə baş-başa qalmağa çağırır. Bugün daxili səslə ünsiyyət qurmaq, yaradıcılıqla məşğul olmaq və ya bir qədər geri çəkilərək düşünmək üçün əlverişlidir. İntuisiyanız güclü olacaq, daxili hisslərinizə etibar edin. İş və pul məsələləri. İş sahəsində bu həftə daha çox səbir və planlılıq tələb olunacaq. 3 və 6 iyun tarixlərində diqqətli olun, bəzi detalları qaçırmaq və ya kiminsə vədlərinə aldanmaq riski var. Əgər sənədlər və ya razılaşmalarla məşğulsunuzsa, hər şeyi 2 dəfə yoxlamaq yaxşı olar. Pul baxımından bu həftə qənaətcil olmaq daha məqsədə uyğundur. Xüsusilə 5 və 6 iyun tarixlərində emosional alış-veriş və ya plansız xərclərə meyilli ola bilərsiniz. Büdcəni düzgün bölmək və planlaşdırılmamış xərclərdən uzaq durmaq tövsiyə olunur. Sevgi və münasibətlər. Romantik həyatınızda dərin duyğular ön plandadır. Əgər münasibətləriniz varsa, bu həftə partnyorunuzla daha emosional və anlayışlı dialoqlar qurmaq mümkündür. 4 və 7 iyun tarixləri münasibətləri daha da gücləndirmək üçün əlverişli olacaq. Subay balıqlar üçün isə 8 iyun yeni tanışlıqlar və ruhani bağlantılar üçün maraqlı bir gün ola bilər. Qarşınıza çıxacaq biri ilə dərindən anlaşmaq hissini yaşaya bilərsiniz, amma hər şeyin öz axarında inkişaf etməsinə imkan verin. Sağlamlıq və rifah. Bu həftə zehni və emosional balans önəmlidir. Dərin düşüncələr və daxili qarışıqlıq bəzən sizi yora bilər. Ona görə də istirahətə, meditasiya və musiqiyə vaxt ayırmaq faydalı olacaq. Həssas orqanlar, xüsusilə sinir sistemi və yuxu rejimi diqqət tələb edir. 6 və 8 iyun tarixlərində özünüzə daha çox qayğı göstərməyə çalışın. Ümumi tövsiyə. Duyğularınızı görməməzlikdən gəlməyin. Bu həftə sizi yönləndirən əsas güc elə onlar olacaq. Səbirli olun, dərin düşünün və ani qərarlardan uzaq durun. Hisslər və instinkt bu həftə sizi doğru yola apara bilər. Qoç bürcü. Qoç bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə qoçlar üçün dinamizm, təşəbbüskarlıq və qərar vermədə qətiyyət ön plandadır. Enerjiniz yüksək olacaq, amma bu enerjini düzgün istiqamətə yönəltmək vacibdir. Həftə ərzində həm şəxsi təşəbbüsləriniz, həm də münasibətlərdəki balans diqqət mərkəzində olacaq. 2 iyun, fokuslanma və niyyət. Həftəyə məqsədli və enerjili bir şəkildə başlayırsınız. Bugün istədiyiniz işə fokuslanmaq və irəliləyişə başlamaq üçün münasibdir. Günü planlı keçirsəniz, məhsuldarlığınız yüksək olacaq. Daxili motivasiyanız sizə lazım olan impulsu verəcək. İş və pul məsələləri. Bu həftə iş həyatında liderlik bacarıqlarınız ön plana çıxır. Xüsusilə 3 və 5 iyun tarixlərində ideyalarınızı ortaya qoymaq, təşəbbüs göstərmək və komanda daxilində yönəldici rol almaq üçün şanslısınız. Əgər yeni layihəyə başlamaq istəyirsinizsə, bu dövr uyğun ola bilər. Pul məsələlərində isə 6 iyun diqqət tələb edir. Hissəvi xərclər və impulsiv qərarlar büdcəyə mənfi təsir edə bilər. İstənilən maddi qərarı düşünərək verin, xüsusilə də böyük alışlarla bağlı. Sevgi və münasibətlər. Münasibətlərdə ehtiraslı, amma bəzən səbirsiz ola bilərsiniz. 4 iyun tarixində ünsiyyətdə diqqətli olmaqda fayda var. Qarşı tərəfi dinləmək və anlayış göstərmək münasibətləri qorumağa kömək edəcək. Subay qoçlar üçün isə həftənin sonuna doğru, xüsusilə 7 və 8 iyun maraqlı və enerjili tanışlıqlar mümkündür.
Hərəkətli ortamlar, sosial tədbirlər və ya spontan səfərlər yeni biri ilə qarşılaşmanıza səbəb ola bilər. Sağlamlıq və rifah. Fiziki enerjiniz yüksəkdir, lakin onu tükətməmək üçün balans vacibdir. İdmanla məşğul olmaq sizə müsbət təsir göstərə bilər, amma özünüzü həddindən artıq yormayın. 6 və 8 iyun tarixlərində istirahətə və yuxu rejiminizə diqqət etmək vacibdir. Ümumi tövsiyə. Bu həftə fürsətləri tez dəyərləndirmə bacarığınız önə çıxacaq. Ancaq hərəkətə keçməzdən əvvəl bir anlıq düşünmək, ehtiyac olan yerdə səbirli davranmaq sizi daha uğurlu edə bilər. Özünüzə güvənin, amma ətrafınızdakı insanları da unutmayın. Əməkdaşlıq bu həftə sizə gözləmədiyiniz qapılar aça bilər. Buğa bürcü. Buğa bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə buğalar üçün sabitlik, planlılıq və şəxsi sərhədləri qorumaq mövzuları ön planda olacaq. Həyatınızdakı bəzi məsələlərə daha real yanaşmaq və uzun müddətli baxış bucağı ilə qərar vermək üçün uyğun bir dövrdəsiniz. Daxili gücünüz artacaq və bu sizi daha ayıq və nəzarətli edəcək. 2 iyun, daxili sakitlik və düşüncə. Həftəyə sakit, amma dərindən düşünməyə vadar edən bir enerji ilə başlayırsınız. Bugün özünüzü emosional olaraq balanslaşdırmaq və həssas məsələlərə daha yumşaq yanaşmaq vacibdir. Praktik düşüncəniz sizə gündəlik işlərdə uğur gətirəcək. İş və pul məsələləri. İş həyatında bu həftə sabit və planlı davranmaq önəmlidir. 3 və 5 iyun tarixlərində sizdən gözlənilən məsuliyyətləri yerinə yetirmək, rəhbərliklə açıq ünsiyyət qurmaq və iş proseslərini düzgün idarə etmək mümkündür. Ani dəyişikliklərə qarşı müqavimət göstərə bilərsiniz, amma bəzi hallarda esneklik göstərmək faydalı olacaq. Gəlir və xərclərlə bağlı məsələlərdə isə bu həftə diqqətli olmaq vacibdir. 6 iyun tarixində alış-veriş zamanı emosional davranmamaq və ehtiyac olmayan şeylərə pul xərcləməmək tövsiyə olunur. Pul axınının sabit qalması üçün planlı yanaşma vacibdir. Sevgi və münasibətlər. Bu həftə münasibətlərdə sabitlik və güvən hissi ön plana çıxır. Əgər münasibətdə olduğunuz insanla son vaxtlar məsafə yaranıbsa, 4 iyun bu məsafəni aradan qaldırmaq üçün əlverişli gündür. Açıq və səmimi söhbətlər əlaqələri gücləndirə bilər. Tənha buğalar üçün 7 və 8 iyun tarixlərində dərin, emosional bağlılıq qurmaq potensialı olan yeni tanışlıqlar mümkündür. Bu tanışlıqların gələcəyi ilə bağlı tələsməyin, hər şey zamanla formalaşacaq. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bu həftə diqqətli, amma sabit bir ritm gözlənilir. Gündəlik rutinlərinizə davam etmək, düzgün qidalanmaq və bədəninizin ehtiyaclarını nəzərə almaq vacibdir. Xüsusilə 6 və 8 iyun tarixlərində istirahətə daha çox zaman ayırmaq faydalı olacaq. Stresi azaltmaq üçün təbiətlə təmasda olmaq, meditasiya və ya sakit musiqi dinləmək tövsiyə olunur. Ümumi tövsiyə. Bu həftə sizin üçün yavaş, amma sabit prinsipi uğur gətirəcək. Emosiyalarınıza nəzarət edin, ani qərarlardan qaçın və öz dəyərlərinizi əsas götürərək hərəkət edin. Sabitlik və səbir sizə həm daxili rahatlıq, həm də real nəticələr gətirəcək. Əkizlər bürcü. Əkizlər bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə əkizlər üçün kommunikasiya, dəyişiklik və şəxsi təşəbbüslərlə zəngin bir dövr olacaq. İdeyalarınız çoxdur, danışmaq və paylaşmaq istəyiniz güclənəcək. Lakin enerjinizin dağılmaması üçün diqqəti cəmləmək və hərəkətləri planlı şəkildə həyata keçirmək önəmlidir. 2 iyun, zehni aydınlıq və ünsiyyət. Həftəyə aktiv düşüncə və sürətli qərar vermə ilə başlayırsınız. Sözlərinizin gücü artıb, buna görə də yazılı və şifahi ifadələrdə təsir yaratmaq üçün əlverişli gündür. Yeni layihələr, danışıqlar və qısa səfərlər gündəminizə daxil ola bilər. İş və pul məsələləri. İş həyatında həftə ərzində sürətli dəyişikliklər və yeni fürsətlər ortaya çıxa bilər. 3 və 5 iyun tarixlərində yaradıcı fikirləriniz və çevikliyiniz sizə uğur gətirə bilər. Lakin hər yeni ideyanın arxasınca qaçmaq əvəzinə prioritetləri düzgün təyin etməyiniz vacibdir. Pul məsələlərində isə bu həftə balansı qorumaq əsasdır. 6 iyun tarixində planlaşdırılmamış xərclər və ya ani qərarlarla bağlı ehtiyatlı olmaq tövsiyə olunur.
Gəlirlə xərclər arasındakı tarazlığı saxlamaq üçün büdcə planlaması aparmaq faydalı olar. Sevgi və münasibətlər. Münasibətlər sahəsində əkizlər bu həftə ünsiyyətə daha açıq və cazibədar olacaq. Əgər partnyorunuzla aranızda anlaşılmazlıqlar olubsa, 4 iyun bu məsələni sakit və səmimi şəkildə çözmək üçün yaxşı zamandır. Subay əkizlər üçün həftənin ikinci yarısı, xüsusilə 7 və 8 iyun maraqlı tanışlıqlar mümkündür. Qısa, amma xoş söhbətlə başlayan ünsiyyət daha dərin bir əlaqəyə çevrilə bilər. Sosial şəbəkələr və ya qonaqlıqlar bu tanışlıqların baş verdiyi məkanlar ola bilər. Sağlamlıq və rifah. Zehni yorğunluq və informasiya bolluğu sizi yora bilər. Bu həftə istirahətə vaxt ayırmaq, açıq havada gəzmək və telefon, kompüter istifadəsini azaltmaq tövsiyə olunur. Xüsusilə 6 və 8 iyun tarixlərində zehni sakitlik üçün musiqi, kitab və ya nəfəs məşqləri sizə yaxşı təsir göstərə bilər. Ümumi tövsiyə. Sürətli düşünmək yaxşıdır, amma bəzən yavaşlamaq da faydalıdır. Bu həftə çoxşaxəli enerjinizi yönləndirmək, fikir dağınıqlığından qaçmaq və özünüzə diqqət ayırmaq sizin üçün əsas uğur açarı olacaq. Ünsiyyət bacarığınızla çox şey dəyişə bilərsiniz. Sadəcə nə zaman danışmaq, nə zaman susmaq lazım olduğunu bilin. Xərçəng bürcü. Xərçəng bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə xərçənglər üçün emosional sabitlik, ailə əlaqələrinin möhkəmlənməsi və şəxsi təhlükəsizlik hissinin önə çıxdığı bir dövr olacaq. Hissləriniz dərinləşə bilər, lakin intuisiyanız sizi doğru istiqamətə yönəldə bilər. Həftə boyunca həm özünüzlə, həm də yaxın çevrənizlə səmimi əlaqələr qurmağa diqqət yetirin. 2 iyun, daxili dinclik və balans. Həftəyə sakit və introspektiv bir tonla başlayırsınız. Bugün duyğularınızı başa düşmək və daxili sabitliyi qorumaq üçün əla zamandır. Ailə və evlə bağlı məsələlərə fokuslanmaq sizi rahatladacaq. Özünüzə qayğı göstərin və başqalarının hisslərinə qarşı da həssas olun. İş və pul məsələləri. İş həyatında bu həftə sabitlik və diqqət tələb olunur. Həddindən artıq təzyiq altında hiss edə bilərsiniz, amma 3 və 6 iyun tarixlərində təmkinli və səbirli davranışınız sizə uğur gətirəcək. Əgər komanda daxilində işləyirsinizsə, başqalarının dəstəyini almaq üçün açıq dialoqlar qurun. Pul məsələlərində bu həftə ehtiyatlı olmaq önəmlidir. 5 və 6 iyun tarixlərində ailə ilə bağlı xərclər və ya gözlənilməz ehtiyaclar yarana bilər. Gəlir və xərcləri balanslı şəkildə idarə etmək vacibdir. Qısa müddətli güzəştlər gələcəkdə rahatlıq gətirə bilər. Sevgi və münasibətlər. Münasibətlər bu həftə emosional baxımdan dərinləşə bilər. Əgər münasibətiniz varsa, 4 iyun tarixi partnyorunuzla ürəkdən söhbət etmək üçün uyğundur. Qarşılıqlı anlayış və diqqət əlaqəni gücləndirəcək. Subay xərçənglər üçün 7 və 8 iyun romantik imkanlar gətirə bilər. Tanışlıqlar ilk baxışda sadə görünsə də zamanla dərin və sabit bağa çevrilə bilər. Yalnız ürəyinizlə deyil, eyni zamanda sağlam düşüncə ilə də seçim edin. Sağlamlıq və rifah. Emosional dalğalanmalar bədənə təsir edə bilər, buna görə bu həftə həm fiziki, həm də psixoloji baxımdan özünüzə diqqət etməlisiniz. Qidalanma rejiminə riayət etmək, yuxunu normada saxlamaq və istirahətə vaxt ayırmaq sizin üçün faydalı olacaq. 6 və 8 iyun tarixlərində dincəlmək və bərpa olunmaq üçün vaxt ayırın. Ümumi tövsiyə. Bu həftə dərin hisslərinizi yönləndirmək və daxili gücünüzdən istifadə etmək zamanıdır. Tələsməyin, emosiyaların axınına qapılmadan hər şeyi diqqətlə qiymətləndirin. Ailə, sevgi və şəxsi rifah bu həftə sizin üçün əsas mövzulardır və siz bunları qoruyaraq uğurlu nəticələr əldə edə bilərsiniz. Şir bürcü. Şir bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə şirlər üçün özünü ifadə etmək, diqqət mərkəzində olmaq və şəxsi gücü nümayiş etdirmək üçün əlverişli dövrdür. Enerjiniz artacaq, ancaq bu enerjini düzgün kanallara yönəltmək vacib olacaq. Həftə boyunca həm şəxsi, həm də sosial həyatınızda parlaq təsir bağışlaya bilərsiniz. 2 iyun, inam və motivasiya. Həftəyə güclü başlanğıc edirsiniz. Özünüzə inam artır və yaxın ətrafda diqqət mərkəzinə düşə bilərsiniz.
Bugün yeni təşəbbüslər, fərdi qərarlar və şəxsi məqsədlərlə bağlı addım atmaq üçün əlverişlidir. Motivasiya yüksəkdir, bunu dəyərləndirin. İş və pul məsələləri. İş sahəsində bu həftə liderlik bacarıqlarınız və təşəbbüskarlığınız ön plana çıxacaq. 3 və 5 iyun tarixlərində yeni layihələrə rəhbərlik etmək və ya mövcud problemlərə yaradıcı yanaşmaq sizə üstünlük qazandıra bilər. Əgər öz işinizi qurmağı düşünürsünüzsə, bu barədə ilkin planlar qurmaq üçün münasib vaxtdır. Pul məsələlərində isə diqqətli davranmaq məsləhətdir. 6 iyun ətrafında gözlənilməz xərclər və ya özünüzü mükafatlandırmaq istəyiniz artacaq. Lüks və zövqə yönəlmiş alış-verişə meyliniz ola bilər. Hər şeyi balanslı və ehtiyatla edin. Sevgi və münasibətlər. Münasibətlər sahəsində həftə romantik və ehtiraslı enerjilərlə doludur. Əgər münasibətdə olsanız, 4 və 7 iyun tarixlərində əlaqələrə xüsusi diqqət yetirmək, sürprizlər və diqqətli davranışlarla əlaqəni gücləndirmək mümkündür. Subay şirlər üçün isə 8 iyun günü gözlənilməz, lakin cəlbedici romantik tanışlıq imkanı daşıyır. Enerjinizlə qarşı tərəfə asanlıqla təsir edə bilərsiniz, amma qarşınızdakı insanın da emosional ehtiyaclarını diqqətdən qaçırmayın. Sağlamlıq və rifah. Bədəniniz enerjili olsa da zaman-zaman gərginlik hiss edə bilərsiniz. Bu həftə fiziki fəaliyyətlə məşğul olmaq, xüsusilə idman və rəqs həm bədən, həm də ruh üçün faydalı olacaq. 6 və 8 iyun istirahət və güc toplamaq üçün ideal tarixlərdir. Tək qalmaqdan çəkinməyin. Ümumi tövsiyə. Özünüzə güvənirsiniz, bu əladır. Amma bu həftə diqqət çəkməklə yanaşı, dinləməyi və paylaşmağı da unutmayın. Qarşınıza çıxan fürsətlərə açıq olun, amma hər şeyi ürəyinizin hökmü ilə deyil, həm də düşünərək edin. Balanslı qərarlar sizə uğur və xoşbəxtlik gətirəcək. Qız bürcü. Qız bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə qızlar üçün diqqət, səliqə və analiz qabiliyyətinin önə çıxdığı bir dövrdür. Praktik yanaşmanız və detallara diqqətiniz sizə həm şəxsi, həm də peşəkar sahədə irəliləyiş gətirə bilər. Həftə boyunca iş və sağlamlıq mövzularına daha çox fokuslanacaqsınız. Kiçik dəyişikliklər böyük nəticələr doğura bilər. 2 iyun, planlama və sakitlik. Həftəyə sakit, amma planlı bir əhval-ruhiyyə ilə başlayırsınız. Bugün gündəlik rejiminizi nizamlamaq, prioritetləri müəyyənləşdirmək və yaxın günlərin planını qurmaq üçün idealdır. Daxili sakitlik və özünə qayğı önəmlidir. İş və pul məsələləri. İş həyatında bu həftə zəhmətiniz və dəqiqliyiniz qiymətləndirilə bilər. 3 və 5 iyun tarixlərində məsuliyyətli yanaşmanız rəhbərlik və ya əməkdaşlar tərəfindən müsbət qarşılanacaq. Əgər yeni tapşırıqlar alırsınızsa, özünüzə güvənin, bacarıqlarınız uğur gətirəcək. Pul məsələlərinə gəldikdə isə həftə ərzində planlı davranmaq önəmlidir. Xüsusilə 6 iyun günü qəfil xərclər və ya ehtiyacdan kənar alışlar baş verə bilər. İndi risk etməyin vaxtı deyil, ehtiyatlı və məqsədyönlü qərarlar daha faydalı olacaq. Sevgi və münasibətlər. Münasibətlərdə bu həftə emosional deyil, rasional yanaşma ön planda olacaq. Əgər münasibətdə olsanız, 4 və 7 iyun tarixlərində səmimi və konstruktiv söhbətlər münasibətləri dərinləşdirə bilər. Qarşılıqlı anlayış və dəstək güclü bir bağ yarada bilər. Subay qızlar üçün həftənin sonuna yaxın, xüsusilə 8 iyundan maraqlı bir tanışlıq ehtimalı var hisslərə qapılmadan, qarşı tərəfi diqqətlə müşahidə edərək əlaqəyə başlamaq sizə uyğun gələcək. Sağlamlıq və rifah. Sağlamlığınıza bu həftə xüsusi diqqət ayırmalısınız. Gündəlik rejiminizi qoruyun, düzgün qidalanın və yuxu rejiminizi pozmayın. Həzm sistemi və sinir sistemi ilə bağlı narahatlıqlar baş qaldıra bilər. 6 və 8 iyun tarixlərində özünüzə istirahət vermək və zehni gərginliyi azaltmaq vacib olacaq. Ümumi tövsiyə. Bu həftə əsas gücünüz səliqə, diqqət və təmkin olacaq. Tələskənlikdən qaçın, qərarlarınızı analiz edərək verin. Həyatınıza kiçik, amma faydalı düzəlişlər etmək üçün uyğun zamandır. Özünüzə və bacarıqlarınıza inanaraq irəliləyin, nəticələr sizi məmnun edəcək. Tərəzi bürcü.
Tərəzi bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə tərəzilər üçün balans, harmoniya və münasibətlər ön planda olacaq. Daxili və xarici ahəngə ehtiyacınız artacaq. Qarşılıqlı anlaşma, diplomatik yanaşma və estetik duyumunuz həm şəxsi həyatınızda, həm də iş sahəsində sizə üstünlük qazandıra bilər. 2 iyun, daxili tarazlıq. Həftəyə sakit və duyğusal baxımdan həssas şəkildə başlayırsınız. Özünüzlə baş-başa qalmaq, düşündüklərinizi aydınlaşdırmaq və yaxın münasibətlərə dəyər vermək üçün ideal gündür. Gözəllik, sənət və yaradıcı fəaliyyətlə məşğul olmaq ruhunuza yaxşı təsir edə bilər. İş və pul məsələləri. İş həyatında bu həftə əməkdaşlıq və qarşılıqlı anlaşma çox önəmlidir. 3 və 5 iyun tarixlərində komanda daxilində razılaşmalar, danışıqlar və ya yeni təkliflər gündəmə gələ bilər. Əgər insanlarla işləyirsinizsə, yumşaq və ağıllı yanaşma uğurlu nəticələr gətirəcək. Maddi məsələlərdə isə diqqətli davranmaq tövsiyə olunur. 6 iyun tarixində qeyri-sabit xərclər və ya estetik zövqlə bağlı ani alışlar mümkündür. Xərclərinizə nəzarət etmək və planlı hərəkət etmək daha məqsədə uyğundur. Sevgi və münasibətlər. Bu həftə sevgi həyatınızda incəlik, yaxınlıq və səmimi söhbətlər ön planda olacaq. Münasibətdə olan tərəzilər üçün 4 və 7 iyun tarixləri əlaqəni möhkəmləndirmək üçün əlverişli olacaq. Hisslərinizi paylaşmaq və qarşı tərəfi dinləmək münasibətləri daha da dərinləşdirə bilər. Subay tərəzilər üçün 8 iyun günü yeni tanışlıqlar üçün uğurlu ola bilər. Estetik və intellektual cəhətdən maraqlı biri ilə qarşılaşmaq ehtimalı yüksəkdir. İlk baxışdan yaranan simpatiya zamanla romantik bağa çevrilə bilər. Sağlamlıq və rifah. Bu həftə emosional və fiziki balansı qorumaq vacibdir. Stres və qərarsızlıq yuxu rejiminizə və ümumi əhvalınıza təsir edə bilər. Gözəl və sakit mühitlərdə olmaq, sakitləşdirici musiqilər və meditasiya sizə çox yaxşı təsir edəcək. 6 və 8 iyun tarixlərində istirahətə və özünüzə qayğıya daha çox zaman ayırın. Ümumi tövsiyə. Bu həftə sizə harmoniya gətirəcək əsas amil balanslı yanaşma və sakit düşüncə olacaq. Hər sahədə ortaq nöqtə tapmağa çalışın və tələskən qərarlardan qaçın. Səbirli davranış, zərif ünsiyyət və gözəlliyə yönəlmiş diqqət sizi uğura aparacaq. Əqrəb bürcü. Əqrəb bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə əqrəblər üçün daxili transformasiya, emosional güclənmə və şəxsi məqsədlərə fokuslanmaq ön planda olacaq. Qətiyyətiniz artacaq və gizli qalan bəzi məsələlər aydınlığa qovuşa bilər. Hissləriniz dərin olsa da, bu həftə həm intuisiyanıza, həm də ağlınıza güvənməlisiniz. 2 iyun, daxili aydınlıq. Həftəyə introspektiv və düşüncəli bir əhval-ruhiyyə ilə başlayırsınız. Daxili dünyanızı dinləmək və bəzi emosional məsələləri təhlil etmək üçün ideal gündür. Tənhalıq sizi yormayacaq, əksinə yenilənməniz üçün şərait yaradacaq. İş və pul məsələləri. İş həyatında bu həftə strateji düşüncə və səbir ön planda olacaq. 3 və 6 iyun tarixlərində uzun müddətli məqsədlərə fokuslanmaq və gizli potensialınızı ortaya qoymaq üçün imkanlar yaranacaq. Əgər səbirli və planlı hərəkət etsəniz, uğur sizdən uzaqda deyil. Gəlirlə bağlı məsələlərdə diqqətli olmaqda fayda var, xüsusilə 5 iyun tarixində riskli qərarlardan və emosional motivasiyalarla edilən alışlardan uzaq durun. Resurslarınızı qorumaq və düzgün yönəltmək vacibdir. Sevgi və münasibətlər. Əqrəblər üçün bu həftə münasibətlərdə dərinlik və ehtiras önə çıxacaq. Əgər münasibətiniz varsa, 4 və 7 iyun tarixləri emosional yaxınlaşma və gizli qalan duyğuların paylaşılması üçün uyğun zamandır. Qarşılıqlı güvən və səmimiyyət sizi bir-birinizə daha çox bağlaya bilər. Subay əqrəblər üçün 8 iyun günü gizli, amma güclü bir cazibə ilə yeni biri ilə qarşılaşma mümkündür. Bu tanışlıq ilk baxışdan sirli və maraqlı gələ bilər. Duyğularınıza güvənin, amma öz sərhədlərinizi də unutmayın. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bu həftə enerjinizi düzgün yönəltmək önəmlidir. Emosional yüklənmə fiziki yorğunluğa səbəb ola bilər. Rahatlaşdırıcı fəaliyyətlər, məsələn meditasiya, nəfəs məşqləri, su ilə təmas sizə yaxşı təsir göstərəcək. 6 və 8 iyun tarixlərində istirahət və sakitlik vacib olacaq. Ümumi tövsiyə.
Bu həftə sizin üçün dərin düşüncə, çevik strategiya və emosional möhkəmlik dövrüdür. Daxili gücünüzü kəşf edin, səssizliyin içindəki cavabları dinləyin və səbrlə hərəkət edin. Bəzən görünməyən şeylər sizə ən dəyərli yönləri göstərə bilər. Oxatan bürcü. Oxatan bürcü, həftəlik proqnoz 2-8 iyun 2025. Bu həftə oxatanlar üçün istiqamət dəyişikliyi, ilham və azadlıq arzusu ön planda olacaq. Daxili enerjiniz yüksəlir, amma bu enerjini boşuna sərf etməmək üçün diqqətli olmalısınız. Yeni ideyalar, səfərlər və öyrənmək ehtiyacı sizi hərəkətə gətirə bilər. Eyni zamanda bəzi həyat sahələrində daha çox sabitlik yaratmaq ehtiyacı hiss olunacaq. 2 iyun, ideyaların günü. Həftəyə zehni canlılıq və yenilik axtarışı ilə başlayırsınız. Bugün yeni planlar qurmaq, fərqli baxış bucaqları qazanmaq və ilham almaq üçün çox əlverişlidir. Yazmaq, oxumaq və ya maraqlı insanlarla fikir mübadiləsi sizə enerji verəcək. İş və pul məsələləri. İş həyatında bu həftə dəyişkən, amma maraqlı bir atmosfer olacaq. 3 və 6 iyun tarixlərində yaradıcı ideyalar və fərqli yanaşmalar diqqət çəkə bilər. Əgər yeni bir layihəyə başlamaq və ya istiqamət dəyişdirmək istəyirsinizsə, düşünülmüş addımlar atın. Ətrafınızdakı insanların fikirlərini dinləmək faydalı ola bilər. Pul məsələlərində isə həftənin ortasında, xüsusilə 5 iyun günü, impulsiv qərarlar almaq riski var, əyləncəyə və özünüzü şımartmağa meyilli ola bilərsiniz. Əgər sərhədləri qoruyursunuzsa, bu həftəni balanslı şəkildə keçirməyə kömək edəcək. Sevgi və münasibətlər. Sevgi həyatınızda azadlıq ehtiyacı ilə yaxınlıq arzusu arasında bir tarazlıq yaratmalı olacaqsınız. Münasibətdə olan oxatanlar üçün 4 və 7 iyun tarixləri partnyorla açıq və dürüst söhbətlər üçün əlverişlidir. Dürüst olduğunuz qədər anlayışlı da olun. Subay oxatanlar üçün isə 8 iyun sürpriz tanışlıqlar, sosial çevrədə maraqlı görüşlər gətirə bilər. Bu tanışlıqlar qısa, amma ruhlandırıcı ola bilər. Romantik münasibətin əsasını qoyması üçün zaman lazımdır. Sağlamlıq və rifah. Enerjiniz yüksək olsa da, həddindən artıq fiziki və zehni aktivlik sizi yorub tükədə bilər. Bədəninizi və zehninizi dinləyin. Açıq havada zaman keçirmək, gəzintilər və fiziki fəaliyyətlər sizə yaxşı təsir göstərəcək. 6 və 8 iyun tarixlərində istirahətə və enerjini bərpa etməyə vaxt ayırın. Ümumi tövsiyə. Bu həftə azad düşünmək və öz həqiqətinizlə yaşamaq istəyiniz güclənəcək. Həyatınıza yön verən ideyalarla bağlı yeni qapılar açıla bilər. Əsas odur ki, impulsiv davranmaq əvəzinə məqsədyönlü və düşünülmüş addımlar atın. Öz yolunuzu tapmaq üçün daxili səsinizə qulaq asın, orada sizə lazım olan cavab var.